Sentyabr artıq bitir. Bugün ayın 27-sidir və oktyabrın proqnozunu gözləyirsiniz. Gəlin baxaq, oktyabr sənin həyatına nə gətirir? Gəl buna baxaq. Oktyabr şəxsi həyatından əlaqədar hansı enerjide olacaqsan? Sağlamlığınla əlaqədar, maddiyatla əlaqədar, sevgi ilə əlaqədar. Sürprizi nə olacaq? Oktyabrın sürprizi və fokusunu nəyə verməlisən? Gəl belə baxaq. Şəxsi həyatından əlaqədar. Şəxsi həyatınla əlaqədar biraz burada belə deyim də özünə qapanmış, özü ilə tamamlanmış, sırf özü ilə məşğul olan bir insanlar var burada. Nəyisə öyrənməyə, nəyisə öyrətməyə aid bir şeylər var burada. Yəni burada daha çox təlimlə əlaqədar, nə ilənsə əlaqədar başınızı qatacaqsınız və yaxud da ki, kimlərəsə nəyisə öyrədəcəksiniz. Burada sırf belə deyim də öyrənmək və yeni bir yol, yeni bir başlanğıc qurmaqdır burada. Daha çox işinizlə əlaqədar yeni bir yola baş vuracaqsınız. Stabil keçəcək, belə deyim sizə. Sağlamlıqla əlaqədar hansı enerjide olacaqsınız? Sağlamlıqla əlaqədar belə deyim də stabil bir enerji var, amma biraz baş ağrıları, migrenlər, biraz belə deyim də askıda qalmış bir probleminiz var. Hansı ki, belə deyim, bilirsən hansısa bir problemin var, bununla əlaqədar məşğul olmursan və ya sonraya saxlayırsan, sonraya saxladığın bir məsələ ilə əlaqədar o məsələnin üstünə düşəcəksən, səhhətinlə əlaqədar bir müalicə dövrü və ya müayinə dövrü var. Çoxdandan askıda qalmış bir durumunu təkrardan belə deyim də mövzu eləyəcək və məşğul olacaqsan səhhətinə əlaqədar, amma ciddi bir təhlükəli bir problem deyil, belə deyim sənə. Maddiyatla əlaqədar, işlə əlaqədar nə gəlir sənə? Maddiyatla əlaqədar, işlə əlaqədar burada daha çox belə deyim də uğurlu bir şanslı dövr görünür. Amma özün tək başına bacaracağın bir şey var. Burada güclü kartlar çıxır. Güclü kartlar, amma özün özünə dəstək olacağın bir dövr var. Özün özünü çuxurdan, quyudan çıxardacağın bir dövr var burada. Arzularının, istəklərinə özün tək başına nail olacağın bir dövr var burada. Sırf maddiyatla əlaqədar çıxır. Yəni, kimləsə dəstək deyil də özün özünü bu sıxıntıdan çıxardacaqsan. Sevgi ilə əlaqədar nə gəlir burada? Sevgi ilə əlaqədar qərarlı bir addım gəlir. Burada əgər ilişkiniz varsa, ilişkiniz hazırda belə deyim də sıxıntılı bir dövrdədirsə və yaxud da ki, ilişkiniz tutaq ki, anlamadığım bir bu dəqiqə etapdadırsa, daha stabil bir etapa keçid var ilişki ilə əlaqədar. Münasibətin üzərində çalışmaq, bir ilişkinin əgər varsa münasibətin və daha stabil bir etapa yüksəltmək var bu münasibəti. Belə deyək də, ətrafda münasibətinizdə əgər üçüncü şəxslər var idisə, müdaxilə eləyirdisə münasibətinə, o üçüncü şəxsin aradan çıxmağı, üçüncü şəxsin uzaqlaşmağı var. Burada belə deyim, yəni üçüncü şəxs bir dəfəlik gedir, tamamilə uzaqlaşır, tamamilə münasibətinizdən uzaq durur. Əgər münasibəti olmayanlar üçün sevgi ilə əlaqədar oktyabr ayı necə olacaq? Gəl buna da baxaq. Münasibəti olmayanlar üçün münasibəti olmayanlar üçün oktyabr ayı sadəcə sakit bir dövr keçəcək bu dəqiqə. Çünki bu dəqiqə münasibəti olmayanlar o etapdadır ki, mənə münasibət zat lazım deyil. Mən əsas bu dəqiqə özümlə məşğul oluram. Kimlərdənsə addım varsa, addım atanları da tamamilə uzaqlaşdırırsan. Həmçinin burada deyirsən ki, yəni birisi necə? Münasibəti olmayanlar belədir ki, mən insanları tanıyıram deyir. Yəni qeyri-səmimi mənə yanaşan insanlar mənə lazım deyil. Həmin o insanı tapana qədər boş insanlarla vaxtımı keçirtməyəcəm deyən bir etapda olacaq. Oktyabrda bu etapı davam edirsiniz. Okey. Gəl baxaq, sürprizi nə olacaq? Oktyabr ayının sürprizi. Sürpriz sənə maddi cəhətdən olacaq. Maddiyatla əlaqədar birikdirəcəksən, yığacaqsan. Bunlar da bəzilərinizdə evlə əlaqədar, belə deyim də ev almaq və yaxud da evlə əlaqədar, sənətlə əlaqədar məsələləriniz varsa o həll olunacaq. Yəni maddiyatınızı yığdığınız, çoxdan da arzusunda olduğunuz bir şeyi almaq istəyirsinizsə, onu alacaqsınız. Arzusunda olduğunuz bir şey üçün pul yığırsınızsa, tutaq ki, bəziləriniz deyir, əməliyyat eləyəcəm, bəzisi deyir, tutaq ki, nəsə maşın alacam, ev alacam, onu alacam, bunu alacam, onu həyata keçirdəcəksiniz. Bu çıxır. Fokusunu nəyə verməlisən, diqqətini nəyə verməlisən oktyabr ayında?
diqqətini duyğusal cəhətdən stabilliyinə verməlisən və maddiyyat cəhətdən verməlisən. Yəni diqqətin özündə olmalıdır. Heç kimə özündən artıq diqqət vermirsən, heç kimə özündən artıq sevgi vermirsən. Maddiyatla əlaqədar ehtiyatlı ol, bədxərclik eləmə. Burada bəzilərinizdə belə bir şey var. Kimsə, hansısa bir insan sizdən borc istəyə bilər, hansısa bir insan sizin maddiyyatınızla əlaqədar sıxıntıya salmaq istəyə bilər. Ehtiyatlı olun. Burada bəzilərinizə konkret qadın fiquru var ki, sizin maddiyyat yolunuzda bağlılıq yaratmaq istəyə bilər, mane ola bilər və yaxud da tutaq ki, işinizlə əlaqədar tutaq ki, iş yolunuzda maneçilik törətmək istəyə bilər. O insanla əlaqədar ehtiyatlı olun. Budur. Aldım, qəbul edilməyəz, ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxlayın.